Salam əziz tələbələr, hər vaxtınız xeyir. Şifrələrə dair imtahanlarda özünü əks etdirən yeni növdə bir sualın izahını verəcəyəm. Əslində çox bəsit sualdır, amma düzgün yanaşmayla. Deməli sualda nə baş verir? Görürsüz, sualda 3 dənə operator verilibdir. Bu 3 dollar, 4 dollar, 2 dollar fərqi yoxdur. Məsələn, operator dediyimiz zaman da bu plusu, smaliki, üç buzağı bunları nəzərdə tuturuq. Bunların hər birinin ayrı-ayrı işləri var. Necə ki? Məsələn, görürsüz, plusda natik sözü yazıb, bunun hərflərin yeri qarışıb və hərflər böyük idi, böyük olaraq qalıb. Smalikdə yenə natik sözüdür. Yenə burada artıq hərflər böyük idi natik sözündə. Bunun hərflərin həm yeri qarışıb, həm də ki, kiçik olaraq qeyd olunub. Üçbucaqda isə natik sözüdür, hərflər kiçikdir, bu hərfləri böyüdüb və yerlərini qarışdırıbdır. Bizə lazımdır görək bunlar hansı sıralama ilə qarışıbdır. Birinci sual üçün onu qeyd etmək lazımdır. Yazırsınız, məsələn, natikdə 1, 2, 3, 4 və 5. Bu hərflərin hansı sıra ilə qarışdırılmasını birbaşa göstərəcək sizə. Yazırsınız bura T-ni 3-cü hərf idi, D hərfi 5-ci idi, yazdınız 5. İ hərfi bizim üçün sol tərəfdən izləyirsiniz də 4-cü hərf idi, 4. A hərfi 2-ci idi, N hərfi də 1-ci idi. Bunu həm smalik, həm üçbucağa da tətbiq edirsiniz. Yenə yazırsınız 1, 2, 3, 4 və 5. N hərfi 1-dir, A hərfi 2-dir, Q hərfi gəlib bizim üçün 5-cidir, İ hərfi bizim üçün 4-cüdür, T hərfi də avtomatikman 3-cü olur. Bunu üçbucaq üçün də tətbiq edin. Üçbucaqda da yazın yenə 1, 2, 3, 4, 5. Q hərfi 5-cidir, yazdım 5. N hərfi 1-cidir, A hərfi 2-cidir, İ hərfi bizim üçün 4-cüdür, T hərfi də bizim üçün 3-cüdür. Bunları yazdınız. Bunu bildik. Bu asan qismidir. Burada görürsünüz, sual işarəsinin yerində hər hansı bir söz yazılıbdır. Buna bir dəfə plus tətbiq edib yeni bir söz əldə edib. Onu sonra smaliki tətbiq edib yeni bir söz əldə olunub. Sonra da üçbucaq tətbiq olunub yeni bir söz əldə olunandan sonra baxın bu kombinasiya yaranıb. İndi sizə sualda soruşur ki, yəni bu sual işarəsinin yerinə uyğun gələcək variant hansıdır ki, mən buna həm plusu, sonra dairəni, sonra da üçbucağı tətbiq edəndən sonra bu kombinasiya yaransın. Sualı həll etməyin əslində birdən çox həll üsulu var. Mən amma ən səmərəlisini göstərəcəyim sizə. Sualı tərsdən həll etmək mümkündürmü? Mümkündür. Məsələn, bu D, A, E, B, C kombinasiyasını üçbucağı tərsinə çevirirəm, sonra dairəni, sonra plusu. Amma tələbələr sualı tərsinə həll edəndə həmişə qarışdırırlar. Yəni onlar üçün səmərəli bir həll üsulu olmur. İkinci ən çox vaxtınızı alacaq həll üsulu variantlarla işləməkdir. Məsələn, sualın yerinə bu kombinasiyanı yazdınız, yoxladınız bunu tətbiq edəndən sonra bu yaranırmı? Bu da tələbələr üçün səmərəli bir həll üsulu deyil. Çünki düşünün ki, variant doğru variant Y olacaq. Siz Y-yə qədər 5 dənə variant yoxlamalısınız, imtahanda nə qədər vaxtınız itər. Amma mənim göstərəcəyim üsulla necə eləyirsiniz? Sual işarəsinin yerində baxmalısınız görək birinci, bu hərflər böyükdür yoxsa kiçikdir. Bunu tapın. Sual işarəsinin yerində tutaq ki, hərflər böyük olsa. Plus onsuz böyüyü böyük kimi saxlayırdı. Dairə böyüyü görürsüz kiçiyə çeviribdir. Deyək ki, burada artıq dairə tətbiq olunandan sonra kiçildi. Sonra üçbucağı tətbiq eləyəndən sonra kiçiklər böyüyürdü. Hə, böyüyübdür. Bizə də yekunda onsuz bərabərliyin sağında hərflər böyük olaraq qeyd olunubdur. Hə, deməli nə olmalıdır? Sual işarəsinin yerində uyğun gələcək variant böyük hərflər olmalıdır. B variantı getdi, Y variantı getdi. Çünki bunlar kiçik hərflərdir. Sual işarəsinin yerinə ağlınızdan hər hansı bir söz yazın, ya hərf kombinasiyası yazın. Məqsədimiz bilirsiz nədir? Bu 3 dənə operator tətbiq olunandan sonra, məsələn, deyək ki, bir üçbucaq tətbiq olunanda hərflər necə qarışdırılır da. Mən sualın yerinə ona görə hər hansısa bir söz yazıb bu üçünü də tətbiq eləyəcəyəm. Görüm hərflər necə qarışdırılır yekunda. Bunun üçün də hər hansısa bir söz təyin edin. Deyək ki, olsun Malik. Gətirdiniz bura Malik sözünü yazdınız. Bunun nə ilə bir əhəmiyyəti yoxdur. Sadəcə hərflərin sırasının yekunda necə qarışacağını tapmağa çalışıram. Birinci gəlin buna plusu tətbiq edin. Yenə nə edəcəksiniz? 1, 2, 3, 4, 5 yazsınız. Plusu tətbiq edəndə necə baş verirdi? Kombinasiyamız 35421 olmalıdır. Yazdınız 35421. Deməli, üçüncü hərf gəldi başda, L hərfi. Beşinci hərf onu izlədi, K hərfi. Dördüncü hərf gəlməlidir, İ hərfi. İkinci hərf gəlməlidir, A. Birinci hərf gəlməlidir, M. Hə, deməli, yeni sözümüz bu oldu. Yazdınız bura L, K, İ, A, M. Bunun da üstünə yazın
1, 2, 3, 4, 5. Bu sefer siz eyni sıranı izləyirəm də. Bu sefer də smiley tətbiq eləyəcəm. Smiley də nə olurdu? 12543-ə çevrilirdi. Bərabərdir 12543. Birinci hərf olduğu kimi qalır L. İkinci hərf də olduğu kimi qalır K. Sonra beşinci hərf gəldi M. Dördüncü hərf gəldi A. Üçüncü hərf də gəldi I. Yeni sözümüz artıq nə oldu? L, K, M, A, I. Buna da yazıram 1, 2, 3, 4, 5. Buna da nəyi tətbiq eləyəcəm yekunda? Üçbuzağı yazdım, üçbuzaq. Bərabərdir. Üçbuzaqda necə olubdu? Görürsüz 51243. Yazdım 51243. 5 gəldi başda, yəni E hərfi gəldi başda. Ardınca da birinci hərf L gəldi, ikinci hərf K gəldi, dördüncü hərf A gəldi, üçüncü hərf də M gəldi. Hə, deməli ilk sözümüz Malik idi. Elə bir sualın yerinə Malik yazdıq. Bərabərliyin sağında Malik necə hərfləri yerində dəyişibdi? Yəni bilirsiniz nə elədim? Bu üçünü də birləşdirdim, bir kombinasiya elədim. Hamının ağlında o sual olar ki, müəllim burada hərflər böyüyüb kiçilirdi. Siz niyə böyüyüb kiçiltmədiniz? Əziz tələbələr, dairə onsuz kiçildəcəkdi. Sonra da üçbucaq böyüdəcəkdi. Yekunda böyük olacaqdı. Bir də onu yazmaqdan heç vaxt ikisinə ehtiyac yoxdur. İndi yazırıq əziz tələbələr. İlk sözümüz nə idi? Malik. Yazdım bura Malik. 3 dənə operator birlikdə tətbiq olunandan sonra yekunda əldə etdiyimiz söz nədir? İlkam. Bunu yazdım. Malikə yazsam 1, 2, 3, 4, 5. Hərf sırası necə qarışıb? İ dördüncü hərfdir. L üçüncü hərf. K beşinci hərf. A bizim üçün ikinci hərf. M da birinci hərf. Hə, deməli bu 3 operator birlikdə tətbiq olunandan sonra sıralama beləyikən buna çevrilir. Yəni birbaşa artıq həll üsulunu tapdıq. D, A, Y, B, C-nin üstünə. Yazın bura 4, 3, 5, 2 və 1. Bunu düzəldəndə birinci hərf C-dir, yazdınız Z. İkinci hərf B-dir, yazdınız B. Üçüncü hərf A-dır, yazdınız A. Dördüncü hərf D-dir, yazdınız D. Beşinci hərf də Y-dir. Görürsünüz, birbaşa sizin üçün C variantını verdi. Bu üsul sadəcə sizə harda köməklik göstərəcək? Sualı birbaşa tapırsınız, çox səhvliyə yol vermirsiniz, daha asandır. Sualın başda məntiqini bir daha sözlü olaraq izah edirəm. Götürdüm sual işarəsinin yerinə özümdən hər hansısa bir söz tətbiq elədim. Sonra ondan sonra ona 3 dənə operatoru ard-arda tətbiq eləyəndən sonra ilk sözüm, yəni Malik sözünün yekunda İlkam sözünə çevrildiyini tapdım. Burada da hərf sırasının necə dəyişdiyini taparaq elə bir bu 3 operatorun işini birləşdirdim. Bir dənə operatora çevirdik. Bu da təbii ki, sizin üçün sualı asanlaşdırır. Sonra Malikdə necə birinci sözdən ən axırda əldə etdiyim sözdə hərf sırası necə dəyişmişdisə, bunu da gətirdim sual işarəsinin yerinə. Tətbiq eləyəndən sonra doğru variantımız C oldu. Hər birinizə imtahanda əziz tələbələr, uğur diləyirəm.